Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, bildiyiniz kimi dünya coğrafiyasında, dünya ölkələrində zəncirvari siyasi proseslərində əsasən böyük rol oynayan və əhəmiyyət kəşf edən Amerika Birləşmiş Ştatları, Rusiya, Şimali Koreya, Çin, İsrail, Fransa, Türkiyə, Böyük Britaniya və o cümlədən İran siyasi proseslərində əsasən Amerika Birləşmiş Ştatların, Rusiyanı və Çini, İranı bu coğrafiyada sıxışdırma. Əgərsə İsrail bunu dərindən müdaxilə etməsə, gələcəkdə Çin böyük təhlükə yaradacaq dünya ölkələri üçün. Amerika Birləşmiş Ştatları hər saniyə Çin üzərində böyük siyasi prosesini, əhəmiyyətini, milyardları, trilyonları xərcləməlidir. O cümlədən İsrailin bu yolda peşkarcasına Çinin parçalanmasına səbəb olacaq hərəkətlər, addımlar atmalıdır. Çinin parçalaması için Çin ölkəsinin daxilində yoluxdurucu virus, yəni insanların əsasən, yəni toyuq qripi kimi bir xəstəlik insanlara təsir edici, ağciyərləri ani təcili və boğulma, sıradan çıxma və insanlarda yoluxdurma. Düzdür, həmin an beynəlxalq qadağalar olunsun Çindən bütün produktların, geyimlərin və dünya iqtisadiyyatına çatdıran yüklərin dayandırılması həmin maddəni ötürən zaman. Yəni Çini, Hindistanın parçalanması, Çin gələcəkdə ən böyük təhlükəli yeni silahların müasir və dünyanın istənilən toçkasına endirməyə böyük silahların yaradılması, bu onu göstərir həmin Rusiyanın yanında olmaq, həmin İranın yanında olması deməkdir. Bundan yararlanan, faydalanan və o cümlədən nüvə silahların daha da sürətli yayılmasına səbəb olacaq. İsrail dövləti əsasən Çinin üzərində böyük siyasi prosesini daşımalıdır. İsrail siyasətində əsasən Rusiya üzərində qurulmalıdır. Çünki Rusiya İsrail siyasətini qəbul etmir. Rusiyanın planlarını pozur. İsrail dövləti İranın gedən siyasi prosesləri də əlverişli coğrafiyanın və resursların, ipək yollarının ələ keçirməsinin əsası məqsədi o cümlədən Çinin, Hindistanın qarşısında böyük bir qüvvə kimi dayanması, güc eləməsidir. Əgərsə Çinin parçalanmasına böyük milyardlar, trilyonlar xərclənməsə, Çin gələcəkdə dünya ölkələri üçün ən böyük təhlükə yaradacaq. Yaxın günlərdə və yaxud da uzun müddət aylarda Çinin qəfil hərəkətə keçməsi, dünyanın çabalanması və gecikməsinə və peşmançılığına gətirib çıxarda bilər. Çin dövlətinin parçalanması dünya ekologiyasını və dünya tarazlığını, dünyada insanlığın demək olar ki, varlığının tarazlanması deməkdir. O cümlədən Hindistanda gedən proseslər daha dərin olmalıdır ki, Hindistan və Çin coğrafiyada parçalanıb və yer üzündən belə desək, loru dildə desək silinməlidir. Əgər bu Çinin siyasi prosesləri, Çinin hərəkəti, Çinin okeanda öz sözünü, öz sözünü deyib sahib olması dünya ölkələri üçün böyük təhdid və təhlükədir. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, yəni Amerika Birləşmiş Ştatları prezidenti hakimiyyətdən gedəcək, yəni yaxın, qısa müddətdə Trump hakimiyyəti tam davam gətirə bilməyəcək. Ona görə ki, Amerika Birləşmiş Ştatlarında kim gəlirsə gəlsin hakimiyyətə, həmin layihə üzərində böyük, yüksək səviyyədə çalışmalıdır. Amerika Birləşmiş Ştatları bildiyiniz kimi əgər bu proseslərə imza atmasa, bunu heç bir dövlət, heç bir ölkə atmayacaq. Böyük siyasi proseslərində, qaynağında, parçalanmasında İsrail böyük siyasi proseslərində əhəmiyyət rol oynamış olmazsa, dünya ölkələrində əsasən Ərəb Liqasının birləşməsi və Fars siyasətinin dərinləşməsi, İran, Hindistan silahlarının və hərbi və Rusiya ilə İranın hərbi bazalarının birləşmə demək olar ki, yəni dünya ölkələrinin savaşında, qarşısında Rusiyanın hərbi bazası İranda yaradılmasına səbəb olmaq ehtimali %100% ola bilər. Rusiya, İran, Çin, Şimali Koreya ani və qəfildən gözlənilməz planlar hazırlayır. Ona görə ki, bunların bir məqsədi var, İsrail, Amerika Birləşmiş Ştatların yer üzündən demək olar ki, parçalamasına və İsraili aşağılamaq, sıxışdırmaq və İsraili dövlətin adını üstündən xətt çəkmək, Ərəb hakimiyyətinin əlinə keçirtmək
və yaxud da İran bu siyasətdən yararlansa, Çindən mailələşsə, Hindistandan mailələşsə, əsasən Hindistan siyasətində İsrail siyasətinin yaxınlığı olduğu üçün, əlaqələri geniş olduğu üçün İranın 100% siyasi proseslərində Şimali Koreya, Rusiya, Çin düşür. Çinin böyük planları vardı. Çin bütün coğrafiyada öz ərazisinə yaxın coğrafiyanı birləşdirmək istəyir. Şimali Koreya, Cənubi Koreyanı Yaponiya kimi. Ona görə Çinin böyük bir təhlükəsi planları vardı. Əgər Çin bu coğrafiyaya əl uzatmış olsa, Rusiya hakimiyyəti də Çinin tərkibinə keçmək ehtimalı ola bilər. Ona görə ki, yəni tarixin təkrarlanması, böyük bir təhlükəyə çevrilməsi, böyük qətliamların və insan həyatının məhv olmasını deməkdir. Bu da dünya ekologiyasının tamamilə tarazlıqdan çıxması, dünya ölkələrinə hücumlarını məcburiyyən və siyasi proseslərində baş vermiş olacaq. Əziz və hörmətli xalqım, dəyərli soydaşları, bildiyiniz kimi Amerika Birləşmiş Ştatları çox çalışır, amma həmən milyardları, trilyonları pul vahidi əsasında onları təmin edə bilmir. Çinin böyük siyasi proseslərin əsasında, yəni gələcək tarixdə gözlənilməz və planlı şəkildə hərəkət etməsi dünya ölkələrinə ən böyük zərbə vurmuş olacaq. Çinin iqtisadiyyatını çöktürmək, Çinin dünya ekologiyasında, belə deyə atmosferin çirklənməsində Çinin ən çox fabriklərin, zavodların və kimyasal zavodlarına əsasən, istehsalın əsasında və torpaq qaynaqlarının ələ keçirməsinə ehtiyacın duyması daha da dünya ekologiyasının pozulmasına səbəb olma ehtimalı var. Çünki hal-hazırda Çin, Rusiyanın ərazilərindən daha da fabriklər, şirkətlərin genişlənməsində və orada istifadə etməsindən böyük əhəmiyyət və Rusiya iqtisadiyyatı Çindən asılı olduğu üçün Rusiya Çinlə bu işlərdə, görüşlərdə razılığa tez gəlir. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, yəni Çinin parçalanmasına bütün siyasətçi, Amerika Birləşmiş Ştatları, İsrail isə güc düşür. Bunlar etməsə heç bir dövlət edə bilməyəcək. Nəinki heç qərbin də gücü çatmayacaq. Çin siyasətini parçalamaq, dondurmaq, Çin iqtisadiyyatına zərbə endirmək, Çin daxilində böyük inqilabların siyasi və insan tələfatına yüksəltməsi səviyyəsində əsasən Hindistanın da o cümlədən geniş coğrafiya proqramını pozmaq və o cümlədən istənilən dünya qapılarının açılıb və sahibkar olmaq, sahib durmaq və istənilən idarə etmə sistemini qurmaq olar onların üzərində. Əgər bu coğrafiyada bugünkü savaşlar gedirsə, hal-hazırda Rusiya nəticə çıxartdı, Çin nəticə çıxartdı. Rusiya Ukraynada nəticə çıxardırsa, Çin də hal-hazırda bilir ki, bütün oyunlar prosesdə Çin üzərində qurulub. Çinin nəticə çıxartması bugünkü Kərkəz körfəzində və İranın üzərində görülən savaşların nəticəsində Şimali Koreyada buradan dərs çıxardaraq. O cümlədən qərbə savaş açan Rusiyanın, belə deyə Ukrayna tərəfində hal-hazırda Şimali Koreyanın əskərləri ölməsi, bugünkü gündə onların çıxışları, tədbirləri Çinin, Rusiyanın, Şimali Koreyanın, İranın onu göstərir ki, Amerika Birləşmiş Ştatlara böyük zərbə, Amerika Birləşmiş Ştatlarını parçalamaq, İsraili yox etmək, ondan sonra Böyük Britaniya, Türkiyə zərbələri endirmək. Bu Rusiya, İranın əsasən planlı nəticəsində baş vermiş hadisələrdən və siyasi nəticələrdən nəzər etsə çıxartmaq olur. Ona görə ki, bu coğrafiyada İran, demək olar ki, Rusiya, Şimali Koreya və Çin, Hindistan təhlükədir, əsasən Çin. Çinin parçalanmasına trilyonlar, milyardlar xərcləmək lazımdır. Əgər Çinə böyük zərbələr, yoluxdurucu xəstəliklər, Çinin yer üzündə axsatmasına çalışmasanız, Çin bugünkü savaşlarda nəticə çıxardaraq Rusiya, Ukraynada, Çin, İrandan və Şimali Koreyada İran savaşlarına, İsrail, Amerika Birləşmiş Ştatlarına qarşı olan siyasi proseslərdən böyük dərin və sartıcı siyasi dərinliklərə gedərək həmin dəqiqələrdə onların düşüncəsi tam dəyişdi. Yəni bu Çinin və Şimali Koreyanın, Rusiyanın siyasətdə əsasən önəmli, məqsəd yönlü, əsasən rol oynamış silahların üzərinə yönəltmiş olacaq. Yəni bu ara sakitləşmə getsə ortalıqda yeni savaşların ortaya çıxmasa, Çin öz siyasətini dərinləşməsində və dünyanı sartıcı silahların çıxartması
bir silahın 5 şəhəri məhv etmək gücündə, yəni yaradıcısına sahib olmasına çalışacaq. Ona görə ki, Çin 24 saat ərzində, o cümlədən İran, belə deyək, Amerika Birləşmiş Ştatlarına sülh əminamanlıq imzalanmasında, barışığa gəlməsində İrana vaxt və şərait qazandırmış olacaq. İran öz çirkin əməlindən geri çəkilməyəcək. İran Şimali Koreyadan nüvə silahlarının almasında əsasən Çinin dəstək verməsindən, ona görə ki, İran bugünkü coğrafiyada ən böyük təhlükəni Türkiyənin üzərinə yıxması və o cümlədən İsraili Amerika Birləşmiş Ştatlarının daxilində İslamçı radikallaşmasının da böyük əhəmiyyət və vəsaitlərin xərcləməsinə səbəb olacaq. Bunun indidən qarşısını alın. Bu İran savaşını dayandırmaq olmaz. Yəni bu İran savaşını dayandırmaq olsa, Çinlə və Rusiyanın, Şimali Koreyanın öz dərin siyasətində və Yaponiyanın da bunların üzərində dəstək olmasına səbəb olacaq. Əziz və dəyərli soydaşlarım, xalqım, burada mən Amerika Birləşmiş Ştatlarına və İsrailə səslənirəm, Böyük Britaniya səslənirəm. Əsasən Rusiya, İran, Çin, Şimali Koreya siyasətini, yəni alt-üst etmək, onları parçalanmasına vəsaitlər xərcləməsəz, görürsünüz 4 ildə və əsasən bu Ukrayna savaşı artıq illər keçdikcə uzanır. Uzanmasında düzdür, gələcəkdə 2050-ci ilə kimi insanların azalmasında bəzi insanları idarə edən qüvvələrə də sərf edir. Yəni Rusiya bütün etnikləri Rusiya tərəfinə göndərərək, türmeşkləri göndərərək, bilərəkdən belə deyək, etnik millət kimi baxaraq onların Rusiya arasında artmasının qarşısını alması və əsasən türk mənşəlilərin savaşa göndərməsini, onların ölümünə səbəb olması, özünə bəraət qazandırması, Türkiyəni özünə cəlb etməsi, yəni sənin kökən millətin qardaşı mənim uğrumda savaşaraq və Ukrayna tərəfindən belə deyək, Qərbin silahlarına qarşı və belə deyək, Qərbin atdığı silahların nəticəsində bunların dünyasının dəyişməsinə səbəb olur. Ona görə ki, Türkiyəni də Qərbə qarşı çıxartmaq istəyir. Amerika və İsrailə qarşı çıxartmaq istəyir. Əziz və dəyərli soydaşlarım, xalqım, əsasən Rusiyanın planında Fransadır. Fransa ilə Rusiya tarix boyu yola getməyəcəkdir. Ona görə ki, bu nəticədə bu savaşda nəticə çıxartmaq olur. Hər bir kəs öz dərin düşüncəyə və kamil olacağına, siyasi proseslərinə nəzər yetirsə, görəcəksiniz ki, İranın əsasən məqsədi və siyasi proseslərdə ərəb dövlətlərini ələ keçirtmək və əsasən türk dilli xalqlara özünü yetirmək və coğrafiyanı ələ keçirdib din altında və istədiyi siyasətini gecikdirməsin deyə prosesini davam edir. Bəli, gördüyünüz kimi 28 ölkədə demək olar ki, İranın yaratdığı terror və maliyyələşdirdiyi din altında ələ keçirdiyi insanlar bugün onlara hərbi kimi dəstək verə bilmir. Siyasi proseslərdə, sosial şəbəkələrdə və İranın Avropa ölkələrində mitinqlərdə bayraq qaldırmasında bir dənə bunu görsün. Amma gələcəkdə hansı fəsadları törədəcəklərini əmin və qərar vermək olmaz. Çünki onlar vampirləşmiş təhlükəli bir virusdur. O virusun qarşısı alınmalıdır vaxtında. Çünki İran idarə edən Sepahdır. Sepahın məhv olunması demək olar ki, insan azadlığının və tarazlığının Cənubi Azərbaycanda rahatçılığının yaradılmasını deməkdir. İranın Suriyada, Liviyada, Yəməndə, İraqda İran hərəkətini və İran qollarını və o cümlədən Tunisdə Səudi Ərəbistandan uzaqlaşdırmaq lazımdır. Nəinki Ərəb qitəsində, ərəblərin dövlətində, o cümlədən Rusiyanın ərazisində, Hindistanda, Pakistanda, Əfqanistanda, Türkmenistanda, Özbəkistanda, Azərbaycanda, harda bu, Türkiyədə, harda bu İran siyasətinin və təriqətinin daşıyıcıları var. Əsasən fərqi yoxdur. İstəyir Ərəb xilafəti olsun, istəyir Fars xilafəti olsun. Bu yer üzündə dünya ölkələri üçün ən böyük təhlükədir. Dünya ölkələrin tarazlığını pozur. Bunlar dünya ölkələrində ancaq bunların etdiyi terrordan başqa bir şey yoxdur. İnsan ölümü, hücumları və hal-hazırda sosial şəbəkələrdə də görünür ki, bir vətəndaş hardasa, hansısa İran təriqətinin adını çəkəndə və təzyiqlərə məruz qalır. Bu onu göstərir ki, yer üzünü əgər yaratan varsa, Tanrı varsa və onun Tanrı bilər, insanlar kimdir müdaxilə edir? Tanrının mavininmi, köməkçisimi?
Ona görə ki, bu siyasətdən belə anlamaq olur ki, İran siyasəti insanları zombiləşdirmək, kölələşdirmək, ələ keçirtmək və istədiyi istifadəyə etnik millətləri, xalqları ələ keçirtmək və əsasən siyasi proseslərdə İranda PKK-nın gücləndirilməsi, PKK-nın maliyyələşdirilməsi, PKK-nın İrana qarşı qalxmamasında onu göstərdi ki, Türkiyəyə qarşı bu PKK-nın gücləndirilməsində Rusiya, əsas əvvəl İsrail, Amerika isə, Böyük Britaniya isə bunların əlindən çıxaraq, necə ki, Əfqanistan savaşında Talibanın Amerikanın əlindən çıxması, Çinin əlinə keçməsi və əsasən Pakistanın bu siyasi hərəkətində İranın qıcıqlandırılmasında onu göstərdi ki, bunlar təhlükədir. Yəni, radikallaşmış siyasi proseslərdə Türkiyəyə qarşı Rusiyanın və İranın, əsasən də Fransanın var idisə, hal-hazırda demək olar ki, belə deyək, terror mənbələri ələ keçirdən Çin, Rusiya, İrandır. Bunların maliyyələşdirməsi, gələcəkdə Əfqanistan da Taliban da aldığı bir dövlət terror təşkilatıdır, beynəlxalq terrorçudur. Yəni, bu terrorçuların bir qolu Suriyada, bir qolu İranda, Qətərdə və Səudi Ərəbistanda, Yəməndə və Filistindədir. Bu terror təşkilatları məhv olunmaz. Ərəb təriqəti və Fars təriqəti burada yer üzündən siyasi formada məhv olunmasa, dünya ölkələrinin gələcəkdə qərb ölkələrinə də böyük təhlükə var. Əsasən bu təhlükə, yəni İran savaşından sonra düşmənçilik siyasəti Amerikadan əl çəkməyəcək və İsraildən. İsrail ətrafında və Ərəb-Fars xilafətinə bir nömrəli məhv edib və dayandırmalıdır. Əgər dayandırmazsa, İsrailə qarşı böyük savaşların yenidən qızışmasına səbəb olacaq. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, dünya siyasətində və buradan yenidən səslənirəm Amerika Birləşmiş Ştatlarına, İsrailə, Böyük Britaniya. Çinin məhv olunması, Rusiyanın, İranın məhv olmasıdır. Bütün gücünüzü Çinə yönəldin. Yaşasın dünyada insanlıq, yaşasın dünyada belə deyək, sərbəst, səlis, dünya ölkələrin arasında olan tarazlıq. Amma bu dünya ölkələrin arasında tarazlığı pozan Ərəb Liqası ilə Fars hərəkətidir. Rusiyadır. O cümlədən, yəni Çindir. Dünyanın iqtisadiyyətini Çin əlinə keçirdi, özündən asılı edib. Ona görə Çin hakimiyyəti, rəhbərliyi uzun müddətli hakimiyyətdədir. Çində törədilən soyqırımlar, qətliamlar, Uyğur Türkistana qarşı böyük qətliamlar uzun illərdir törədilir. Çinin etdiyi terror hərəkətləri tarix boyu dünya ölkələrində dünyaya sığmayan bir hərəkətlərinin üzə çıxması və bundan narahat olduğunu və Sincan bölgəsinin siyasi məsələlərində və Uyğur türklərinin Çin övladları ilə evləndirməsi, Çinli uşaq doğub dünyaya gətirməsində böyük Çin siyasətinin türkçiliyi məhv etməsidir. Çinin qarşı böyük siyasətin dərinləşməsi və Uyğur xalqının, Uyğur millətinin Şərqi Türkistanın azaldığına və bütün dünya demək olar ki, buna dəstək verməlidir ki, Uyğuristan Çindən azad və istədiyi bir xalq və öz dövlətçiliyini qoruyub saxlamalıdır. Çin onu müdaxilə etməməlidir. Əgər Çin Uyğuristanı müdaxilə edirsə, baskı və istənilən kimi Uyğur övladlarının ailə qurulmasında cinsi yollarla və Uyğur qızlarının 4 milyon Uyğur qızının, nəinki 4 milyon, 6 milyon Uyğur qızının analıqdan, sıradan çıxartması, düyü əkimi adı, reklam adı ilə aparıb seksualniyə çıxardıb onları məhv etməsi, Türk dünyasının 8 milyon Türkün məhv olması deməkdir. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Çin terror dövlətidir, Fars terror dövlətidir, Rusiya işğalçı terror dövlətidir, Şimali Koreyada onlardan əsir qalmır. O cümlədən ən təhlükədə Yaponiya istədir. Yəni, bunlar beynəlxalq terrorçudurlar. Bunlar harada insanlar var orada zombiləşdirir, kölələşdirir, qorxu baskı altında. Yəni, açın siyahini, baxın tarixə, süzgəcdən keçirdin, izah edin və dünyaya yayın ki, görün. Kim haqlıdır, kim haqsızdır. Yəni, bütün nəticə göz qabağındadır.